Ruanda Respublikasının prezidenti Paul Kagame ölkəmizə rəsmi səfəri çərçivəsində Aslan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılan Aslan Xidmət Mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa Aslan Xidmət modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan Aslanın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilən Aslan Xidmət konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və 4 qitədə təşviq edir. Aslan Xidmət təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədi ilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ruanda prezidenti ilə Azərbaycan Respublikasının prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub. Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb.